Kimyada məsələ həll üçün tənasibin qurulma qaydasına baxaq. Demək, məsələ həll üçün mütləq məsələyə aid reaksiya tənliyi yazılmalıdır. 16 qram hidrogen yandıqda neçə mol su əmələ gəlir? 2H2 plus O2 alınır 2H2O. Məsələyə aid reaksiya tənliyini yazdıq. Ondan sonra deməli, məsələdə hidrogen verilib qramla, suyu molla soruşulur. Biz də reaksiya tənliyi ilə hidrogeni qramla, suyu molla götürməliyik. Deməli, 2 vur 2. 4 hidrogen var. Hər hidrogenin də kütləsi 1-dir. Deməli, 4 qram hidrogen daxil olduqda 2 mol su əmələ gəlirsə, onda 16 qram hidrogenə neçə mol olar? Burada hidrogenin miqdarı 4 dəfə artdığına görə suyun da miqdarı 4 dəfə artmış olacaq. İkinci məsələdə hidrogeni molla verib, suyu qramla soruşur. Deməli, reaksiya tənliyini yazırıq. 2H2 plus O2 alınır 2H2O. Deməli, hidrogen verilib molla. Ona görə məsələdə, məsələ həllində tənlik qurmaq üçün hidrogenin miqdarını götürəsiyik reaksiyadan molla. 2 mol hidrogen deməli, əmələ gətirir. Suyun da nisbi molekul kütləsini hesablasaq, emir H2O. Hidrogen atom kütləsi 1, oksigen 16, cəm eləyir 18. Deməli, reaksiya tənliyi üzrə 2 mol hidrogen daxil olduqda 2 mol su. 36 qram su alınırsa, onda 4 mol hidrogenə X olar. Burada da hidrogenin mol miqdarı 2 dəfə artdığına görə suyun da miqdarı 2 dəfə artacaq, olacaq 72 qram. Üçüncü məsələdə hidrogen litrlə verilib, ancaq suyu molekul sayı ilə soruşur. Yenə reaksiya tənliyini yazırıq. 2H2 plus O2 alınır 2H2O. Deməli, reaksiyada 2 mol hidrogen var. 1 mol qaz 22,4 litr olduğuna görə 2 mol olacaq 44,8 litr. Alınır 2 mol su. 1 molda 6,2 10 üstü 23 molekul olursa, 2 molda 2 vur 6,2 10 üstü 23 molekul olacaq. Məsələdə 11,2 litr deyir. Buna uyğun olacaq X. Deməli, bizdə qazın miqdarında 4 dəfə azalma olur. Deməli, molekul sayında da 4 dəfə azalma olacaq. Yəni 3,1 10 üstü 23.